Təsəvvür edin, siz yatırsınız, gecədir. Birdən bir qışqırıq eşidirsiniz və oyanırsınız. Mətbəxə keçirsiniz və görürsünüz ki, əriniz evin ortasında dayanıb boşluğa baxaraq deyir: bu ev bizim ev deyil. Növbəti gün isə yenə yuxudan ayılıb görürsünüz ki, əriniz soyuducunun qarşısında dayanıb çiğ balıqları vəhşicəsinə yeyir. Səhər isə heç nəyi xatırlamır. Hər keçən gün yuxuda qəribə davranmağa başlayır. Üzünü qanayana qədər qaşıyır. Öz-özü ilə danışır və siz artıq onun yuxuda həmin adam olmadığını hiss edirsiniz. Həkimlər deyir, bu sadəcə olaraq psixoloji pozuntudur və keçəcək. Amma onlar yanılırlar. Bir gecə onu pəncərədən özünü atmaq istəyəndə tutursunuz. Güclə də olsa saxlayırsınız. Və hər gün vəziyyət qorxulu hal alır. Artıq o sadəcə yuxulu bir adam deyil. O başqa birinə çevrilir. Bu başqa biri sizi məhv etmək istəyir. Bir gecə durub qorxudan qaçırsınız. Otaqların birində gizlənirsiniz. Əriniz isə yuxuda durub sizi öldürmək istəyir və qapını sındırır. Siz o evdə 2 nəfərlə yaşayırsınız. Gündüzlər ərinizlə, yuxuda isə qorxulu bir varlıqla. Siz onu tərk etmək istəmirsiniz. Hələ də inanırsınız ki, ərinizi xilas edə bilərsiniz. Bu, Koreya istehsalı olan qorxu janrında bir filmdir. Möhtəşəm sujet, dərin psixoloji gərginlik. Bir nəfəsə baxılır. 2023-cü ilin filmidir. Topdur. Bu filmə baxmaq üçün mənim Telegram səhifəmə daxil olun. Mitofilm 1. Filmin adı Yatma. Nisbi.